Ramazan ayında əzələ kütləsini qorumaq, hətta artırmaq belə mümkündür. Sadəcə bir neçə vacib tövsiyəyə riayət etmək lazımdır. Birinci tövsiyə bol protein qəbuludur. Çünki bədən sizin Ramazan ayında olub-olmadığınıza baxmır. Bədən sizin gün ərzində nə qədər zülal qəbul etdiyinizə baxır. Və bunu siz oruclu ikən yox, siz yuxuda olarkən hesablayır. Ona görə iftarda və sahurda bol protein qəbul etdiyinizə fikir verin. İkinci tövsiyə, siz orucu ikən bədəninizin enerji səviyyəsi kəskin aşağı düşür. Bu enerji səviyyəsini kompleks karbohidratlardan və sağlam yağlardan bərpa etməlisiniz. Üçüncü tövsiyə, bol suyunuzu için. Su içmək də Ramazan ayına və yaxud da başqa bir aya baxmır. Onsuz da iftardan siz yatana qədər kifayət qədər 4-5 saat vaxtınız olur. Dördüncü tövsiyə, düzgün vaxtda məşq edin. Düzgün vaxtda iki cürdür. Bir, iftardan hardasa 1 saat qabaq, ki siz məşqi bitirən kimi iftar edərək itirdiyiniz enerjini bərpa edəsiniz. İkinci vaxt isə hardasa iftardan 2-3 saat sonra, ki yediyiniz yemək sizə 2-3 saat ərzində enerji qazandırsın və həmin enerji ilə düzgün məşq edə biləsiniz. Beşinci tövsiyə, yuxu rejiminizə diqqət yetirin. Çünki gec yatmaq əzələ inkişafını xeyli ləngidir. Ümumiyyətlə bunu deyim, bir qayda olaraq yadda saxlayın. Arıqlamaqdır, kökəlməkdir, əzələ böyütməkdir və s. Bütün bu proseslər siz gecə yuxuda olarkən baş verir və əsasən melatonin hormonunun ifrazı ilə əlaqəlidir. Melatonin hormonu isə təxminən gecə saat 11, səhər 5 arası ifraz olunur. Əgər bu aralıqda siz yuxuda olsanız, elə bilin ki, jackpotu vurdunuz.